Doktor, gündəlik aspirin qəbulu həqiqətən ürək üçün faydalıdırmı? Əvvəllər düşünülürdü ki, bəli, hər kəs profilaktika üçün aspirin içməlidir. Amma indi bilirik ki, bu hər kəsə aid deyil. Əgər siz artıq infarkt, insult keçirmisinizsə, ya ciddi ürək-damar probleminiz varsa, aspirin həqiqətən həyatı xilas edə bilər. Amma sadəcə ürəyi qoruyun deyə qəbul edirsinizsə, o daha çox ziyan verə bilər. Çünki bu dərman qan axma riskini artırır. Təsəvvür edin ki, aspirin bir yanğın siqnalı kimidir. Əgər artıq alov var, o zaman siqnal sizi xilas edə bilər. Amma boş yerə siqnalı yandırmaq həm sizi, həm ətrafınızdakiləri stressə sala bilər. Buna görə aspirin qəbul etmək qərarı həkimlə birlikdə verin. Çünki hər dərman hər kəsə lazım deyil.